الرحیم و هو خیر ناصر و معین. قال سیدنا مولانا سید الشهداء ابا عبدالله الحسین علیه السلام انی احب الصلات. İmam Hüseyin abi mən namaz ra dost daram. Xoş indi biz bu babda danışacağıq. İmam Hüseyin kimi belə namazı çox istəyirdi. İnşallah cəlləsəmizdə bir namaz olmaz. İnşallah cəlləsəmizdə ala namaz olmaz. Bəzi adam görürsən ala namaz olar. 2 ay qılar, 3 ay istirahat verər özünə, sonra bədən sazı kimində deyər qoy ruhum rüşd eləsin. Gündə geçsin deyir əzulələr yanarlar. Bəzi adam bu cürdür da. Daim namaz qılaq. Mənfəəti nə nədir? Sual eləyirlər. Çox cavanlar biləxərə görəndə, zəng vuranda. Haca, mən namaz qılıram. Amma namazdan ləzzət aparmıram. Adam gördüyü işdən keyf eləməsə qoyar kənara da. Bir işdən ki xoşun gəlmir, icbarı görürsən, bir müddətdən sonra yorular adam. Bu işi də idamə verənməz. Eşq ilə geçsin, hər nəndən də əlaq olsa adama gedər qabağa. Görsən adam var, 2 ay gedir başqaha, birdən baxırdı televizyonda məsələn powerlifting, tərəf görürdün, bir ton kəşdini yerdən götürür. Amma bu gedib görür 30 kilo o da götürənmir, da ruhiyyəsi xarab oldu da, bir aydan sonra deyir, vel elə baba. Bir baxır özünə, bir o əhsilərə ki başqaha vurublar, deyir, məndən vərzişkar çıxmaz, vel eşqon, qoy kənara. Buyurun, nə iş görüm ağa, məndə ibadət mənə belə olsun, bir dənə ləzzətli iş. Çoxumuz bu cürük, ha, nəinki deyəsən mənəm, sənsən. Əksəriyyətimiz namaz qılırıq, ləzzət aparmırıq. Fəqət deyirik, qılsı qılaq deməsin nə bir namazdır. Gedirik məscidə deməsin nə məscidə gəlməz. Gedirəm namazı qılıram, amma namazda gör fikrin hardadır. Dağda, bağda, çayda, alverdə, çeç xırdalamaqda, maşın alverində, davada, belə halını tutacağım. Hiç bilmir, özü də deyir, haca şək elədim. 3 rəkət qıldım ya 6 rəkət, o gedib 6-da dəstini çəkib görüb, hələ 3-4 dənə də rədd olub. Baba, əgər bu fikir namazda olsa ki, adam şək eləməz. İndi əksəriyyət bu cürük, ha, deyərsə, əksəriyyətimiz məşağili, ruzmərrə belə fikrimizi qarışdırıb. Belə fikrimizi qarışdırıb, namaz qılanımız da fəqət deyir, qılım deməsin nə bir namazdır. Mən nə iş görüm, ibadətdən ləzzət aparım. Nə iş görüm, bu ibadət mənə yapışsın. Əsən dəhd budur, ibadətdən niyə qaçırıq? Gedirik namaz cəmatı, haca qurban olum, ha, ikisinin birində impitiri qıl, tamam elə qutar geçsin, çəşmağa. Niyə? Halımız yoxdur da namaz qılmağa. For istəyirik qutaraba, müstəhəbbatın istəməz, belişkon. Buyurun, nə iş görək? Nəyə biz namazda hal tapırıq, hal ibadət, o hal ki gərək bəndə ilə xalıq arasında icadlı olmuş. Nəcür eləyim, mən namaz qılıram, kef eləyim namazımdan, ləzzətindən. Buyurdu, əgər biləydi mərdum bu namaz nə qədər şirindir, ibadət nə qədər ləzzətlidir, mömin ayrılmazdı namazda Allah'tan. Gedərdi, ömrün sovardı səcdədə. Manəndi məsələn, o veysi qərəni. Bir gün görərdin qalıb rüküdə. Subhanə Rabbiyəl əzimi və bihamdə. Bir gün deyirdi, gedirəm qalam səcdədə, fəqət Allah'a deyəm, Subhanə Rabbiyəl ə'la və bihamdə. Bu ləzzət ibadəti dadıb da, indi namaz qılan da görürsən. Subhanəllahın birin gövdə deyir, hənuz mühürə çatmayır. Birin alnın belə vırır fənər kimi, Subhanəllah qəyidir, birin də qəyidəndə deyir. Qutarandan sonra hamı ilə də görüşür. Keş gəlir, o birisi, haca qəbul olsun, malliyyətiniz haca təqəbbəlallah. Yığışdıranmır da ağzında yer verilimi, təqəlləbəllah çoxu. Niyə biz ibadətdə hal ibadət tapırıq? Nə olubdur? İndi illətlərin böyün şinasa eləyəcəyik. Dərhali ki bizim ərbabımız, Seyyid-i Salar Şəhidan, İmam Hüseyin ağa, denən Hüseyin səni haqq sahibi məqam eləsin. Denən Hüseyin sənə ərşəhli ehtiram eləsin. Hüseyin midalini vır sinə və sədaqət elə.
gövün mələklərin Allah sənə qulam eləsin. Bizim ərbabımız burada inni uhibbus salat. Mən namaz ra dost darım. İlləti var. Ay İmam Hüseyin namazı sövür. Bəs biz də gərək sövək da. Mən də nökərəb yapdırlar. Mənəm namaz ra dost daşdı başım. Cavan, əgər qılmayıbsan, büyündən istartım var. Be eşq Seyyid-i Şühəda. Be eşq ərbabı bir kəfən. Be eşq İmam Zaman. Be eşq o xanım Zeynəbin otduq yeri namazı şəbləri. Otduq yeri namaz şəbi tərk olmadı xanımın. Adama müsibət üz verəndə birdən adamın oğlu ölüb görsən bir həftədir namazın törəli qılanmır. Amma İmam Hüseyin xeymələrdən ayrılanda səsləndi bacı Zeynəb məni namazı şəblərində yadından çıxatma. Gecə ki duracaqsan namaz şəb qılasan. İmam Səccad abır mənzillərin birində gördüm əmməm otduq yeri namaz qılır. Əmmə sənə qurban be otduq yeri niyə? Buyurdu qardaş balası, əzbəs balalara qəza az satır, həqqimi səhmimi verirəm. Balalara 3 gündür qəza yeməmişəm, duranmıram əyağa. Amma otduq yeri namazı şəbin qılır. Niyə biz namaza nə iş görək? Eşqimiz namazda əlaqə ilə gedək qabağa. Yek, İmam Səccad ağa duasında buyur Allah, mənim ki səndən ibadətdə vəsl olanmıram, şayət biri görəsən adamdan küsər, adamı danışdırmaz. Deyir, şayət məndən dilxordur, məni danışdırmır. Şayət sözünə baxmamışam, məni danışdırmır. Allahla danışandı İmam Səccad ərz eləyir, səyyidi, mənim ağam, mənim sahibim, məni rüştü verən, mənim xaliqim, ləəlləkə ən babikə tərəttəni və ən xidmətikə nəhhəytəni. Olma məni qovubsan qapından, olma qapını açmısan mənim üzümə, hali ibadət mənə vermisən, olma məndən küsübsən, olma day məndən halın yoxdur danışmağa, olma mən bir iş görmüşəm, sən acığın gəlir məndən. Bəzi dost adamın üçün eşq olar, zəhvırsan götürmür, SMS vırır, nə konu az mən dilxori, nə konu çizi qoftan bəd etmədi. İmam Səccad da ərz edir Allah, olma məndən bir qusuru üz verib, üz söndəribsən, özündən məni qovalıysan. O ləəlləkə rəəytəni mustaxiffən bəhəqqik fəəxsəytəni. Allah, gördüm mən sənin həqqi ibadəti yerinə gətirmirəm, gördüm mən yaxçı bəndəli eləyəmmirəm. Cavan əgər yaxçı bəndəli eləsin, hədisi qudsidə Allah vur əbdi, ətəni hətta əcəlükə misli. Mənim bəndəm, sən mənlə ol, nə mən istəsün mən verəcəyəm, nə mən istəsün. Bir dənə namə var, Muze-i Gülistan-ı Tehranda. Namənin adı nə mənədir? Namə-i bi Xuda. Bunu kim yazıb bu naməni? Nasirəddin Şah zamanından bu naməni saxlayırlar. Muze-i Gülistan-ı Tehranda bir dənə namə var. Allaha bir nəfər namə yazıb. Namə-i bi Xuda. Kimdir? Bu bir dənə tələbədir. Kasıblıq buna bir fişar gətirir. Nədarlıq buna bir fişar gətirir. Qoy burada bir dua eləyək. Allah, səni Allahlığın heç əli şiəsin, əhləyal şərməndəsi qonaq xəcaləti eləmə. Allah burada olanlar, hər nə əndazə İmam Hüseyin qapısına qədəm götürürlər. Malən, canən, qədəmən, qələmən. Allah bir dənələrinə milyonlar bunlara bərəkət, ömrülərinə, mallarına, canlarına inayət elə. Tələbə-i binam-ı Nəzərəli Taliqani gecə yatıb mədrəsə-i Mərvi Tehranda acından yuxusu gəlmir. Quru çörəkdə tapbipiyə acından yuxusu gəlmir. Allah, gedim nə iş görüm? Allah, mən bir mütədəyyim babanın biriyəm. Aya, gedim ayrı iş görüm. Kəsim mərdimin qabağım, neyniyim? Dedi, qoy durum bir dənə da yuxum gəlmir, namə yazım. Müştehidlərin birinə dərdi dil eləyim. Aparım verim dəftərinə deyim, dərdim budur. Məsələn, nəhad riyasət cumhuriyə bir namə yazım, müşkülüm budur. Baxdı, dedi, bəlkə olar baxmadılar. Hamı yatıbla pərverdigar, amma mənim Allahım sən oyaqsan, mənim dərdimi qəşəh bilirsən. Qoy elə dedi, naməni yazım Allahın özünə.
Başladı qoydu qələmi kağızın üstünə. Yazdı Bismillahirrahmanirrahim. İncanib Nəzərəli Taliqani. Tələbə Hövzə İlmiyə Mərvi. Bar Xudaya, sən özün yazıbsan və ma min dabbətin fil ərz illa ələllah rizquha. Hər cümbəndə yer üzündə var, ruzusu Allahın əlində. İnnəllaha la yuxliful miyad. Allah verdiyi vədiyə xulfu vəd eləməz. Allah, mən axı sənə namə yazıram. İncanib Nəzərəli Taliqani به موارد زیر نیازمندم. یک خانه وسیع. Gedəndə baxın bura, nəzərüz həmişə o xastüz uca olsun. Həmişə uca, xırda bir zat yox. Gedirsən İmam Rıza hərəminə, deyən ya İmam Rıza, indi bir dənə İmam Zaman adam görə, deyələr bir dənə xastun var, nə mən istəyirsən. Ağa bəndə xuda bir nəfər çöldə su suvarırdı. Hey deyirdi, ya İbnəl Həsən, ya İmam-ı Zaman. Bir nəfər deyirdi, buyurdu, nə mənə deyirsən, nə olub? Deyəm, müşkülüm var, xastəm var. Buyurdu ki, bir dənə xast döydü, əlan əməl edin. Dedim, əməlimdəki bu bel təbdil olsun kürəyə. Özdə su suvarır. Birdən bax gördü olub kürə. Kürədə də vərcan bağlamaz ki. Su gedir bu döyür başına. Bu xastədir. Adamlar başarmır. O abid ibadət elirdi, Həzrəti Musa baxırdı, kef eləyirdi. Bəzi adamın hal ibadətində kef elər adamda, ibadətinə baxanda ləzzət apararsan. Həzrəti Musa kef eləyirdi. Nida gəldi, ya Musa yaman keflənibsən, hara baxırsan? Dedi, əslən Xudaya kef eləyirəm bu kişinin ibadətinə, yorulmur ki. Buyurdu, onun ibadəti biməğzidir. Biməğzidir. Yəni, necə yəni biməğzidir? Buyurdu ki, ondan sonra gör bir belə namaz qıl, xastəsi nəmə nədir? Gəldi abid, xastön nədir? Dedi, baxıram bu çəmənlərə, quruyurlar. Allah'ın iki camış olaydı, mən bunları otaraydım burada. Hevih bu çəmənlərə. Allah'ım da gördüm bunun əqli yoxdur. Gördüm bunun huşu yoxdur. Bax, افتاده ki آموزگر طالب فیضی. هرگز نخورد آب زمینی که بلند است. همت بلند دار. هر işte همت بلند دار که مردان روزگار با همت بلند به جایی رسیده اند. Gərək bir əvvəl deyəsən, elə turabı kimin danışsaydım bəsimdir. Olarsan sifrdə, mən ki sifrəm, sən olarsan mənfi bist. Gərək deyəsən olacam Ayətullah Bəhcət, birdən çatasan, becələyində xırda bir dərəcə geçdi olar. Buyurur, xob, himməti yuxarı elə, tez doyma, tez deməday bəsdi, ziyarətdə də bəsdi, gən çıxaq gedək. Adam belə əlim vurdu, zərhə öpdü yan bir yanından, gən gedək də, baba bir otu qəşəbi dədiyün əvəzindən 2 rəkət namaz qıl, nəyə qaşmırlar ki, qovalamır, leşikdə də heç dad yoxdur. Elə sən gedəcəksən, eşik duracaq, sən duracaqsan, amma Kərbəla bir şey olar. Yazdı Xudaya, yek, böyük bir dənə ev istəyirəm səndən. İndi ki istəyirsən, fərəsatlı bir şey istəd ha. Ağa Binəvərin əri itmişdi, gəlmişdi Kəlantəriyə, Cənab Sərvan İftixari. Hey deyirdi, mənim şohərəm qomşudur. Cənab Sərqord İftixari deyirdi ki, şohərəm qomşudur. O da deyirdi, nişanələn ver, tapaq da plakın zadını ver, görək ayanlar. Dedi, qəd xeyli bulənd, çarşune, gözlər abi. Bir nəfər dedi, evin yıxılmasın, sən axı ərin bu şəkli dəyərdi. Dedi, qoy tapırlar, qoy bir fərəsatlı bir şey tapsın. Yazdı Xudaya, bir yekə öv istəyirəm səndən, yek. Bir gözəl, mütədəyyin, mühəccəbə xanım istəyirəm. Əgər onlar ki mücərrətdilər, büyün İmam Hüseyndən o süzdən bunu istəyin. Deyin Allah, halal süt əmmiş. Halal süt əmmiş xanım İmam Həsən avırdı, hər kəs istəyir. Behişti bu dünyada təcrübə eləyə, əxlaqlı xanım al. Halal süt əmmiş. Hər kəs içi cəhənnəmi təcrübə eləyə, git bədəxlaq adamdan oturdu. Buyurur, dedi ki, Xudaya bir mütədəyyin, mühəccəbə,
əxlaqlı Xudaya, mənə xanım. 3, Xudaya bir dənə də yekə bağ istəyirəm. 4, bir miqdar da pul istəyirəm, ticarət eləyəm. Sonra yazdı namədə ki, Xudaya, bəd az həmahəngi və bəndə ittila dəhid. Dedim, naməni aparım qoyum. Dedi, qoy, aparım qoyum Məscid-i Şah, gələn Məscid-i İmamdır. Məscid-i Şahda aparım qoyum duvarın o çatdağına, oradan Allah cavabımı verərdi. Ağ apardı sübh namazında, sübh namaz şəf qıldı, sübh namazında mını qoydu məscidin duvarının layına, getdi, başını qoydu yerə, biləxər istirahatına. Şah, Nasirəddin Şah gedirdi gəzməyə, xədəm o, həşəm o, təşkilat o, biləxərə onlar kimin dövrəsindəydi, yel, tufan qopdu, bu naməni Allahın izni ilə, bu çatdaqdan qalxdı namə. Dolandı, gəldi, düşdü Nazirəddin Şahın kaliskəsinə. Baxdı, gördü, bir nəfər Allaha namə yazıb, öv istəyirəm. Dedi, qəydin, kabinəni yığın, gedin, Molla Əli Taliqanını tez götürün, gətirin mən, biləxərə qaxıma danışaq. Namə səndi? Dedi, bəli. Ha vaxt yazıbsan gecə. Dedi, bəs Allah məni məmur eləyib, sənin bu işləvin hamısını yer-beyr eləyəm. Dəstur verdim buna böyük bir ev, bir yaxçı, qəşək, tədəyin xanım, bağ, təşkilat, istəyəndə Allahla bu cür mamil elə. Üzüyü qoy torpağa, heç kəsə də demə. Deyən, Allah özün bilirsən. İmam-ı Səccad ağabiri Xudaya, olma mən sənin haqqı bəndəliyi yerinə gətirməmişəm, küsübsən məndən, özüyü məndən uzaq eləysən. Xudaya məndən nə cürmü xəta üz verib? O ləəlləkə rəytəni mu'rizən ənkə fəqələytəni. Buyurun, şayət gördün da mən səndən üzümü çöndərmişəm, sən də məndən küstün. Allah, nə iş görün məndən barışasan? Çarəsi budur, üzüyü qoy torpağa, qəyit Allahla dostluğun binasını qoy. O ləəlləkə vəcəddəni fi məqamil kazibin. Allah gör, olma məni yalancı gördün, çox yalan danışıram. Çox yalan danışmaq Allahla adamın arasını tir elər. Uşağa da yalan demə. Uşağa desəm, xan pofək bixərəm, al. Uşaq gələr deyər, babam xalibəndir. Uşaq bilməz ki, aburun gedəcək. O püfəyə deyibsən, al apar üvə. Xanımıva səyilə, dövrəbərüvə, dostuva, səni xalibəndir tanımasın naba. Səni xalibənd tanıma. Bizim qahən televizyonda bəzi bərnamələrimiz olar, bu cüzatlar rəvac verər. Behruz Pirfəqacəki var idi bir dənə, Zirasıman şəhərdə. Fəqət yalan danış, elə göbəyin yalanla kəsmişdim bunu. Bir dənə Rəsani Millidə gördüm, 500 dənə hər gecə yalan danışırdı bu yetim. Xob, baba bu kimin baxarı örgəşər da, baxallamını örgəşərlər. Deyir, Xudaya, olma mən yalancıyam, olma mən xalibəndəm, olma dediyimə əməl eləmirəm. Çox vaxt biz yalan danışırıq, Allah day qoydum kənara. Gedir, dubara təkrar eləyir. Yalan danışmaqdır da, yalandan deyir, qoydum kənara, gedir, dubara təkrar eləyir. O ləəlləkə rəəytəni qeyrə şakirin li-ni'amaik. Allah, şayət mənnə hal ibadət vermirsən, verdiyin neymətdən şükrün eləyənməmişəm. Bir dənə sigar çəkir. Mən düz deyil, biz sizinlə qardaşıq. Mənim bu üzüm sizin əyazın altında dud qismətinə getməyin, amandır. Mənim böyük qardaşım, əl-üzü öpürəm, üzüzü öpürəm, alnınızı öpürəm, xahiş eləyirəm, sigarın səmtinə getməyin. Bir dənə sigarı var, bir dənə cümlə deyirəm, sigarilər də qoysun kənara. Hər kəsin özünə göre şəxsiyyəti var. O, heç kəs hazır deyil, bir dənə qarışqanın da Əmirəl-Möminin burada qururun sındırmayın. Ağa niyə buyurdu? Dünyanı mənə verirlər, qarışqan ağzından o buğdan almaram. Bərən ki, onu xurd eləmərəm şəxsiyyətini, onu sındırmaram. Əmirəl-Möminindir. Hamının özünə göre şəxsiyyəti var. Otobusda birdən gedirsən, məsələn metroda, otobusda, taksida, məxsən otobusda, qətarda, yavaşca da sigardı da, ağa binəvər dedi, sigar çəkmə oğluna, gündə sənə 1 kilo püstə allanda, biləxirə sən onu məsrəf eləyəcəksən, bunu ye. Püstələri yedi dedi, dədə bilirsən nə keyf verər, yaman sigar yapışar püstədən sonra. İndi birdən sigar çəkirsən, dalı səndəldə, qabaqda bir dənə məsələn dərd edəməyən bir hoqqulu babanın biri. Xamışqan babın zəhri marı. Bu da qorxusundan da indi bilmir sigarı hara
Əlində xamışlayır ki, amandır, qoy bilməsinlər. Heç ərzişi var melülün buna. Onda nikotin var. Ulan ne özümüze yalandan təxəyyülat açmışıq. Onlarda o cür zad olsaydı, o çəhmiyənləndi barı çoxdan çatlamışdı. Buyurur bax, təşəkkür eləyək neymətlərdən. Allah məmnunəm, Allah təşəkkür eləyirəm. Bir dənə siqariyə birdən fəndəvi tutusan, yandırır. 2 server əlinin üstünə, dadaş xeyli çakirtəm, məmnunəm. Bir nəfər deyib dənə siqari mənə dedi ki, yaca kebritlərin, bu da çox az danışandı bəndə. Əslən belə pulun onda 50.000 gərək versəm 2 cümlə danışa. Deyir mən bunu yandırdım siqaret, dedi təşəkkür mü konam acağa, məmnunam, dəst edərinə konu, mən də deyirəm, baxıram mı bu cürzünə. Baxdı, dedi, qorbunu ədəb et. Buyurur bir dənə adama siqar bir nəfər yandıranda ona deyirsən təşəkkür eləyirəm. Allah bir belə neymət verib, Allah bir belə əmniyyət verib, aramış verib, əhləyal verib, ruzumuzu verir. Niyə biz Allah'tan təşəkkür eləyəməyək? Allah'tan təşəkkür eləməsə Allah da rabitəni qət elər da. Telefon olar getərəfə. Nə qədər zəhvirsən də götürmür. Niyə? Bərayında xoşu gəlmir. Deyir, mənim neymətlərimdən təşəkkür başarmısan. O ləəlləkə fəqəttəni min məcalisil uləma fəxəzəltəni. Xudaya olma mən uləma ilə oturub durmuram. Alimin baxımra. Allah rivayətdə var. Hər kəs dədənin üzünə məhəbbətinə baxa dədənin. Allah ona bir dənə həcci məqbul yazar. Amma deməyib rivayətdə dədənin qapısına baxson savabı var. Amma buyurub alimin qapısına da gedə-gedə baxson ibadətdir. Ulema ilə oturub durmaq, alim ilə oturub durmaq. Bir söz örgəşərsən dərdüvə dəyər. Buyurur Xudaya olma mən alimlərlə oturub durmuram, üzü məndən çöndəribsən. Alimlərlə ünsü ülfət tutmuram. O ləəlləkə rəytəni fil qafilin və min rəhmətikə ayəstəni. Xudaya olma mən qəflət eləmişəm da məni naümid eləyibsən. Day mənim ümidimi üzübsən. Xudaya olma mən qəflətdiyəm. Başım qarışıb özümə bir seri təşəkkür eləyənməmişəm. Başım qarışıb maşınımla oynamağa, həyətimlə vərc etməyə, karxanamın pozun verməyə, qafil əzin ki Allah buyurur, nə mənim var məni Allahdandır. Sən heç dad deysən, Allah bir niyazdır. Allahın niyazı yoxdur bir kəsə. Buyurur Allah, olma mən qəflət eləmişəm, başım qarışıb dünya bazı içələnə, o əsli mətləb yadımdan çıxıb. O ləəlləkə rəytəni aləfun, məcalis əlbəttalin, fəbəyni və bəynəhum xəlləytəni. Xudaya, olma mən oturub batil adamlarla dəmsaz olmuşam, munis olmuşam bir iddə adamla, səndən rabitələr yoxdur. Mənim qardaşım, yoldaşlarınızda bazını gər eləyin. Yoldaşlarınızda bir bazını gər eləyin. Qəlbar eləyin, o tökün, o izafələri tökün geçsin. O adamın bir dənə dostu olar dərdə dəyən. Ağa bəzi adam, həmə mənim işinəsən tünkucu. Həmə mən, nə olsun məsələn, həmə durum işinəsən. Səni bu sərqord, əgər dəsbət vırsa qolva, biri sənək götürər, qaça-qaça gəlir deyə, sərvan iftixar vermin aparım. Deyərli cəhənnəmə tutubla gürdədə. Ham adamı tanımaq icabdır. Bir dənə dostun olsun, yeki mərd-i cəngi behəz, 100.000. Bir dənə dərdə, Kərbəlada bir dənə bəlfəz var idi. İmam Hüseyin buyururdu, baba, siz gedin də Allah. Mənim bir dənə qardaşım kifayətdir. 4000 nəfər nicəhban qoyubla hara? Fıratın yoluna. 4000 nəfər nicəhban, əzdəm, hamısı oxatan, hamısı pəhləvan, hamısı sərhəng, biləxərə dərdə dəyən adam. Buradan düzəsən ilə maşallah, Kamalabad'ı da soğuşar o ələ, 4000 nəfəri. Bir nənə geçtənə bir həml elədi, fəratı aldı, suyu doldurdu, qayıtdı. Buna deyər, bir dənə dərdə dəyən adam, 4000 nəfər adlı adamdan behtərdir. Dostlarını da bazını gər elə. Olar ki, sənin dərdüvə dəyir, səni Allah səmtinə dəvət eləyir, dərdə dəyən dostdur. Yoldaş ki, səni aparacaq bir ömrü əlləli təlləli daz. Baba, velkon. Xanəvadə kilo içəndi, gəbün gedək şumala, səhər gedək cunuba, bir gün görərsən babacan, day ixtiyar əlindən çıxıb, özün də etibarın əlindən gedib, day səni
çökküyə salan yoxdur. Buyurur, oturup məcalisi batil məclislərdə oturmayın. Hansı məclis? Məclis ki, orada məşrub var, batildir, qumardır, batildir. Alat-ı qumar, batildir, alat-ı musiqi. Gedirlər, yığılırlar bağa, bir dənə də orcu qoyurlar, məsələn ki, şadlıq eləyirik. Xob buyurur, bax, o dostdur ki, səni Allahın, alən bir dostdur ki, mənim əlimdən yapışa gətirə bir o dostdur. O dostdur ki, məni bura gələndə yapışdı əlimdən götdü apardı qəfəxanıya, o dost deyil, o mənim əsli düşmənimdir. Deyir, dostlarını tanı, ha, Allah həm bizim o dostlarımıza xatır rabitəsini bizimlə qət elər. O ləəlləkə ləm tuhibbə ən təsməə duai fəbaəttəni. Xudaya, olma mən o qədər günah elədim da istəmirsən mənim səsimi eşidəsən. Xudaya, olma da mən o qədər məsiyət elədim da istəmirsən mənim səsimi eşidəsən. O ləəlləkə bi cürmi və cərirəti kafəytəni. Xudaya, olma günahlarıma görə məni mücazat eləysən. Hal-i ibadət yoxdur. Gör bulan hansıdır da, otu bərrəs elə gör hansına giriftar olmuşuq da. O ləəlləkə bi qilləti həyai. Allah olma, mən bihəyyam. Həya insanın tormuzudur da. İnsan neçə yerdə gəlir, həyanı riayət eləyir. Həya der kəlam. Danışığın həyalı olsun. Dostunla danışsan həyalı danış. Bizlərin dərdimiz budur. Biri ilə xoduman olanda biraz da biədəb olarıq bəzimiz. Getirir nənəsinə yaman deyir. Madər filan çetərik, xubəm xar filan. Həmin cürüyüm. Hərdəm də belə eləyir, adam deyir, baba. Mesela bunlar qərib, roşən fikir adamdırlar. Bunlar qərib, roşəndirlər, heç vaxt xamış olmurlar. Deyir, olma, mənim Xudaya həyam azalıbdır. Həya eləmirəm bəzi işlərə, day mənlə danışmısan. Oturaq görə, həya der kəlam, həya der libas puşidən. Biz deyir ya, İmam Hüseyin qapısına hər tipdə gəldi, nökəri təməstəm, dəst etəmmi busəm. Amma da o səbt namında da olmaz ki, məsələn, bir dənə məddah üzün şiştiq eləyə, bir dənə də kiravat bura gələ burada. İmam Hüseyin yaralı başı dəlində ola, bir nəvər ağlamaz. O qiyafəsi gərək bir yiyə da, qiyafə gərək bir görsə da, mən məddaham, mən Hüseynciyəm da olmaz ki, tərə bir dənə görsən şalvar ceyib da, indi xətmi dərdəm çay palir, hərdəm də Allah, rəhm elə ha. İlə xərəm, səqəb bunu şalvarı əynindən düşməsin, o nəvəzdir. Allah qəbul eləsin. Buyurur, həya der libas puşidən, həya der rəftar. Buyurur, ağay muhtərəm, xanımı muhtərəmi, vaxtı bir dənə naməhrəmlə danışırsan, gəli yol bunlardan. Gözlərindən gəli yol. İmam Hüseynə qolu ver, istəmir gedəsən Kərbəlada, şəmşir çəkəsən. Ya laytəni kunna ma'ak fa'fuza fawzan azima. Bunlar bizim şuarlarımız deyil. Ya qələt məşhur idi, ya laytana kunna təmənnası. Yəqindir, bizdən olmaz nuru haqqın bu təcəllası ki, hər kəsdən zuhur etməz Hüseynin qanlı səhrası. Deyirsən denə, ya Hüseyin, mən bu gözləmi əlimdən gəlir, kontrol eləyirəm. Ha, gözündən gəliyor. Xanımı möhtərəm, ağa, danışanda naməhrəmi gözünə baxma. Şeytan adamın gözündən gedər qəlbinə. Ən nəzərə elən nəzər səhmun min səhami şeytan. İki seri dalbadal naməhrəmə baxmaq tir yəstir hay şeytandır. Muvazib ol. Həya der niqah. Həya der rəftar. Həya der məsələn birinlə oturursan, durursan. Həyalı bu, cavanın həyalısı, xanımın həyalısı. Baba, bir həyadam elə bir tormuz maşın kimin bir şeydir da. Lentilər üstündə deyil. Allah bizim cavanlarımızı, xanımlarımızı məxsusən, Əmir-əl-Möminumda həya yaxçıdır. Həya həm ağaya həyalı ola, həm cavan həyalı ola. Amma xanımın həyalısı bir ayrı neymətdir. Xanım var gözünə Allah görsətməz. Allah o xanımlardan heç kafərə də qismət eləməz. Çəkil oyana rikabi ilə qaçdı küçüyə. Nə qəməliyəcəksə, heç iş görənməz. Həzrət Abbas heç iş görənməz. Aburun gedər yanında başı gərək bir ömür elə fəqət aşağıda tutasar. Niyə? Buyurur, bihəya adamla tərəfi olmaq çətindir. Bihəya həmsayə ilə, bihəya kətdi ilə, bihəya qohumla. Görürsən geçib bihəya damadın əlinə, ya bihəya gəlinin bir yollağım, iki əlidir duada Allah, al əlimdən yaxamı qutar, deyir amanda, ha Allahandır verəcək bir abruye. Muhammed o alı Muhammed bizlərə ləzzəti, ibadəti, dadmağa və ləzzət aparmağa
bizə o hal vijeyi mənəviyyət ibadını Allah inayət eləsin be bərəkət salavat bər hal ibadət budur, gecə durasan, dəstəmaz alasan, hamı yatıb yorğan döşərindən çıxasan, 2 rəkət namaz qılasan, üzüyü qoyasan torpağa. Deyəsən Allah, hamının qapısı bağlıdır, reis cumhurun da qapısı bağlıdır, müştehidin də dəftəri bağlıdır. Amma Allah sən qapı bağlamayıbsan. Yəni dəlili bu da hər kəs gəlir gəlsin. İn dərgəhimə dərgəh nomidni, 100 bar əgər tövbə şikəsti. Baza Xanım Zəhraya bax, qalıb dər o divar arasında qabırğa asıb görüb, qol qalxmır üstə. İmam Həsən abir görüm, amma 150 qunut tutur namazı şəbində. Dua eləyir. Görübsən, nənin Xuda nakərdə bədəninin bir ağır. O nənə neçəsinin ola? 18 sinni. 18 sinnində xanımın nə əlan 150 qunut tutmalı vaxtıdır. Necə buyurur Əlican? Bilala denə, gəlsin bir əzan desin. Çünki Peyğəmbərin əzanların Bilal deyərdi. Yadıma düşür Peyğəmbər. Bilal əzan deməzdi. Səlman da gəlmir əlinin önünə. Adam bir neçə yerdə çox dövrəvərdən intizarı çox olar. Biri məriz olandadır. Görüm kim gəldi, kim gəlmədi. Ay bala filan iş gəlib mənə bir baş vurmadı. Xanım Zəhra da yıxılıb bəstəri bimariyə. Gələn yoxdur. Dövrəvərdən adamın o cür intizarı yapacaq olur axı. Qurban olum o mənəviyyət dürəklərə ki, işarə bilirlər. Vəli xahiş eləyirəm, and verirəm xanımın o məzlumiyyətinə, dua eləyin. Da sabah axır gecədir ha. Alaq gedək buradan, alaq gedək. Xanım buyurdu, əmoğlu Səlman deş gəlib mənə baş vurmur. Və o iki Peyğəmbər bu da Səlmanı minnə əhləl bəyt. Səlmanı görsün, denə xanımın səndən cilayəsi var idi. Xanımı tərk elədi Əmir-əl-Mominin küçədə Səlmanı gördü. Səlman, mən niyə Zəhraya gəlib baş vurmusan? Sən ki, bir vəfa dərdin, sən ki, bu cür dərd. Ərz elədi, ya Əli, bilirsən ki, Peyğəmbərin ölümü belimi sındırıb, çıxmıram eşiyirdən. Çəşmanma bugün gedərəm, xanıma baş vur. Gəldi, barid oldu. Xanım baxdı, buyurdu, Səlman, mən niyə gəlib mənə baş vurmusan? Sənə neçə vaxtı Cəbrəil mənə xurma gətirib beşdən, sənə də saxlamışam. Səlman deyir, xanım 12 dənə mənə xurma ver. Buyurdu Səlman, bunları ye, sabahların bunların həstələrini gətirərsən mənə. Səlman deyir, getdim xurmaları yedim, amma gördüm həstəsi yoxdur, bunların dənələri yoxdur. Sabah getdim xanım, mən onları yedim, amma xurmalan dənəsi, buyurdu, bilirdim xurmalan dənəsi yoxdur, amma istədi bir də gəlib mənə baş vurasan. Ürəyim darıxırdı, ürəyim darıxırdı, adamsızlıq çətindir. Adamsızlıq çətindir. Ölən nənələrin ruhu yad olsun. Mən bulan hamısını bu huzurlarım fəqət o paç südlərdə bilirəm. Fəqət o nənələr düz süt veriblər. Vaxtı süt düz oldu, adam caymaz. Bir müddətdə şeytan yoluna getsə tez qayıdar, deyər, mənim axı nənəm bu cür mənə süt verməyib ki, mənim nənəm ərbabə ağlıya mənə süt veribdir. Hərdəm də oturanda bu cələzələrdə, məxsən onların ki, nənələri ölüblədi. Elə Allah şahid ilə söyünürlü olan ruhi. Deyir Allah, balam gedib Zəhranın balasını yazır. Andolallah olan ruhları bilirlər də biz hardayıq. Elə söyünür, Allah şükür, balam bu saat ərbabın yasında şirkət eləyib. Sən dedin, nənə, gözəl nənə, ay nənə. Darıxmışam səndən sonra. Day nənə, uşaqlıqdan səsin qalıb yadımda. Hey deyərdin sən mənə, la ilahe. İstəyirəm deyəm bizim nənələrimiz, hamısı yekca qurban olur, cavan ölən nəniyə. O 150 qunut tutan nəniyə. Elə ki cənazəni, Peyğəmbər buradayım ərdim, nənə cənazəsi qoymayın, çox qala yerdə. Uşaqlar təhəmmül eləməzlər.
Nənə cənazəsinə baxma. Bilmirəm, cavan nənənin cənazəsindən o səğir balalar ayrılanda görürsən. Elə uşaqlar düşərlər tabutun dalına. Hərə bir uşağı basar bağrına sağlar. Məlinin balalarından gəli olan yox. Ağlayırdılar. Peyğəmbər bilib Zeynəb balucadan ağlama. Bax, xanım astının qoyub ağzına. Hərdən deyir, vay öbeşiylə doymayan nənə. Ay balalarından doymayan nənə. Ay balaların yetim qoyan nənə. Görübsüz cənazəni amad elə listələ aparalar. Deyərlər, bunun uşaqlar gəlsin, bunu bir şeyi görsünlər. Fəqət öz uşaqlar gələr o nənənin. Üzün açarlar, baxarlar. Deyərlər, qəşəng bax, ona da görüşüz qaldı qiyamətə. Əmirəl-Möminin də cənazəni amad elədi. Səsləndi bala Həsən, oğul Hüseyin. Bala Zeynəb, Ümmü Kulsum, gəlin, da nənə istəyir, yavaş-yavaş gedir də. Neynədilər? Yavaş-yavaş balalar gəldi. Zeynəb üzün qoydu nənə cənazəsinə. Vay qaməti kəman nənə, pəhluləri sınan nənə. Yüzündə silinin yeri, gözündə ləxdə qan nənə. İmam-ı Həsən gəldi nənə, kaş o küçədə heç bahəm getməyədi nənə. Nənə o küçə hər nə elədi, o küçədə ki ittifaq oldu. Əmirəl-Möminin bunu gördüm, balam Hüseyin gəlmir. Hüseyin can, bala bəlkə nənə get. Dedi, baba, and ola nənəmin ruhuna. Nənəm həmişəki kimi qollarını açıb məni bağrına basmaya gəl. İsteyin siz Allah cavanlar, bir-birinizin hacətinizi böyünləm isteyin. Hal-ı vicə məclisimiz də var. Ha, bu məclislər and ola Allaha, ləfz-i cəlalədir. Mən deyim ki, nəzər şodədir, nəzər olublar, nəzər əhli beyti var bu cəlləzələrə. Ağa buyurdu ki, nənəm qollarını açıb, məni həmişə qapıdan gicirədim. Uşaqlarımızın bəzini görürsünüz, nə şirin olarlar. Qapıdan gəl, nənə qollarını açar, uşaq da var, tamamı bucuq qaçar nənəyə tərəf. Dedi, baba, and ola nənəmin ruhinə, and ola nənəmin ruhinə. Bu məcər sahibi də sizin əlini atıb sizin damənizə. Bilmirəm nə hacət var, tamam giriftarlarına. Dedi, baba, əgər nənəm qollarını açıb, salmaya mənim boynuma, nənəmdən ayrılmaram. Əmirəl-Möminin bunu gördüm, açıldı bəndi kəfən, açdı qolların Zəhra, xanımın o sınan qolu da gəldi üstə, Hüseyni bastı bağrına, yerinə göv aləmində münadi dedi, ya Əli, Hüseyni ayır Zəhradan, mələklər dağılır. Bunlar o xanımların məcəridir ki, müşkülləri var. Əl atıblar sizin damənizə. Üzün qoydu nənənin qədəminə. Nənə ilə danışıbsan, səs verməyə. Nənə, buradan getdim mən ölüm əlini öp. Nənə, mən Hüseynəm. Yumulan gözlərə qurbanəm, ana. Nənə, o başından açılan məcərə qurbanəm, ana. Nənə, mənə köynək toxuyan əllərə qurbanəm, ana. Sonra dedi nənə, elə sənə dərdimə dəyəcəksən. Nənə, üzün qoydu nənənin qədəmlərinə. Nənə, əyağımı öpürəm, Kərbəlaya tez gələsən. Nənə, səni o qorxulu çöldə yubatmaram, nənəcan. Nənə, demirəm oğlum Əli Əkbər öləndə gələsən. Demirəm oğlum ilə Fəzlim öləndə gələsən. Nənə, mənə minnətdir, əbəl Fəzlim öləndə. Ucadı ya Hüseyin, istiqbal eləyək əzmətdahı ba ədəb cələsə cahid cəvadi Hüseyin aram-ı canə. Uca qurban olum, əlimi gətir üstə Hüseyin aram-ı canə. Mərzlərin tərəfindən uca buyur Hüseyin aram-ı canə.